şükürlər olsun, indi o qədər laboratoriya dəqiqdir ki, hara, hansı nöqtə xəstəsə, həmən dərmanı yazmaq. Hətta mən müsahibənizdə oxudum ki, o 50-ci illərdə deyəsən kəndə sizi göndərdi. Bəli, mən 1961-ci ildə qurtarmışam Tibb Universitetini. Təyinatınız ola bilər. Təyinatım Gədəbəy rayonunun Şınıq bölgəsi Rəsullu kənd xəstəxanasının müdürü. Baş həkim işləmişəm 2 il. Oranın çətin şəraitindən yazmısınız. Dəhşətli bir şey idi. Ora dəhşət idi. Görə bilsən, o dövrdə indiki kimi deyildi. Elə qar yağırdı ki, ağan dizdən yuxarı. Rayona gəlməyim üçün bir qaz 51 lazım idi. Bir dənə də traktor. Traktorla gedəməzsən rayona 25... Qar təmizlənməli idi. 19-25-dir. 44 kilometr yol getməliydim mən rayona getməliydim. Hər ayda bir dəfə medsavet olurdu. Oraya getməliydim mən. Qışın günü məni maşın aparırdı Saratovkaya qədər traktor. Oradan traktor geri qayıdırdı, həmən qaz 51-lə mən oraya gedirdim. Çox ağır məşəqqətli illər idi, çox xəstəliklər var idi o vaxtda. İnanırsan, illərlə qalmış xroniki xəstəliklər doluydu. Xəstəxanam mənim 15 koykalıq xəstəxananı 50 koyka elədi. Nə qədər insanlar orada xəstə idi, onları sağaltdıq, müalicə elədik. Özə kiminsə evini deyəsən götürüb. Bəli, bilirsən nətər idi? Orada bir xəstəxana əslində kolxoz idarəsinin xəstəxanası idi. Birinci altını da padvaldır. Padvalına da doldurublar heyvanların gönlərini, ölmüş heyvanların it iyisi verir oradan. Orada heç... Elə xəstə canını tapşırar. Canını tapşırardı. Onda raykom getmişdi, Mustafayev vardı, Şamaxılı, çox böyük alim idi, professor, filosof. Getdim, mən şikayət elədim ona, gəldi, baxdı, dedi, sən hamısından cavansan. Dedi, aç, mən əmr verirəm. Binanı da uçurt. Onda xəstəxananı köçürdü bir kişinin evinə. 4 otağı, 5 otağı vardı və buranı təzədən tikdik elədik. Amma sonra oranı Moskvaya yazdım mən. 50 koykalıq balinsə tikildi. Orada atapleniya var idi. O vaxtı kənddə atapleniya nəzirdi. Odunla istəyirsən yandır, istəyirsən neft gətirinə, neftlə, nə ilə istəsən yandıra bilərdik atapleniyanı. Neçə yaşınız vardı onda? Onda mənim 24 yaşım vardı. Gənc adam özləri, yəni təcrübə də elə çox deyildi. Yox, təcrübəm zaten yox idi mənim.